Sizcə hal-hazırda xəstələrin sayının artması tibbi faktorlarla bağlıdır, yoxsa cəmiyyətin özünün psixososial vəziyyəti xəstəlikləri artırır? Xəstəliklərin sayı çoxalıb, bu nisbi bir məhv sözdür. Çünki insanların sayı çoxalıb. Bu birinci növbədə. Siz təsəvvür edin ki, artıq dünyada 8 milyarddan çox əhali var. Amma 30 il bundan qabaq 5 milyard əhali vardı. Yəni, əhalinin sayı artır. Bu birinci. İkinci, diagnostika imkanları artır. Əvvəllər o diagnostika imkanları yox idi, xəstələr ölürdü. Məsələn, kənd yerində adi xəstələr, adidə ürək tutmalarından, ürək xəstələrindən xəstələr gedirdi. Stentləşmə yox idi, tutaq ki. Hələ yadıma düşən budur. Diagnostika imkanları artıb. İndi artıq həkimlər də çoxdur, xəstəxanalar da çoxdur, diagnoz qoyulur. Üçüncü tərəf isə xəstələrin və insanların keyfiyyətli həyat şəraiti artıb və özünün komfortunu yaşaması üçün imkanlar artıb və onlar da tez-tez gedirlər xəstəxanaya, müayinə etdirirlər və ona görə də xəstəliklərin sayı artıb deyirik. Xəstəliklərin sayı artmır, insan yaranan xəstəliklər var, onun diagnostik imkanları artıb və xəstələrin sayı çoxalıb. Yəni o ümumi artım, insanların artımı içində artıb.